Yeni məzun olmuş hər hansı bir tələbə, tutaq ki, onun heç bir referansı yoxdur və iş həyatına atılmaq istəyir. Onun bu karyera başlanğıcında ona şəxsi brendini inkişaf elətdirmək üçün nələr tövsiyə edərsiniz? Bu LinkedIn profilindən mi gedir, CV-nin zənginləşdirilməsindən mi başlayır bu proses? Çox önəmli məsələyə toxundunuz. Bu şəxsi brendinq məsələsi bu çox vacibdir. Bayaq biz networkingdən danışdıq, o şəbəkələşmədən və s. Yəni şəxsi brendinq kimi şəxsi insan özü öz qabiliyyət, bilik və bacarıqlarını öz ətrafına, öz cəmiyyətinə, dostlarına çatdıra bilirsə, mütləq şəkildə o kiminsə ağlında bir aktiv iş axtaran kimi və yaxud da aktiv mütəxəssis kimi qalır. Bir lazım olanda deyirlər ki, Əli var idi, Günel var idi, onun maraqlı paylaşımı var idi. O araşdırırdı, qoy görək, maraqlıdır ona bu layihə, bunu verək. Yəni bu Facebookda, LinkedIn daha peşəkar platformadır və yaxud da YouTube'da o videolar çəkə bilər, Instagramda istənilən, yəni aktiv platformalarda paylaşımlar eləsin, öz bilik bacarıqlarını bildirsin. Və insanlar mən sizə inandırım ki, böyük bir fobiya var. Yəni o şəxsi brendinqdə özünü təqdim eləməkdən qorxurlar. Düşünür ki, kimsə onu irad tutacaq. Bəli, irad tutanlarımız nə qədər desəniz var. Amma bu bitməyəcək ki, bu heç vaxt irad bitməyəcək. Bundan qorxmaq lazım deyil. Çıxın, öz fikirlərinizi bildiriniz. Nə gözəl ki, sizə irad tuturlar. İradı götürün, araşdırın. Bəlkə doğrudan bir boşluqdur. Onu düzəldəcəksiniz. Pulsuz konsultasiyadır, faydalanın. Şəxsi brend çox önəmlidir. Biz marketə gedəndə əlimizə atırıq hansı məhsullara, hansı ki, reklamını görmüşük. Və bugün gedin rəflərə baxın, ən çox rəfdə olan məhsul, ən çox reklam olunan məhsuldur, ən çox alınan da məhsuldur. Yəni bunu marketinqdir. Bu hər bir şəxs özünü də bu şəkildə düşünürəm ki, satmağı bacarmalıdır. Və bu çox önəmli bir soft skills-dir. Yəni özünü düzgün təqdim eləmək. Bunu hər kəs bacarmır.